Beləliklə qarşılaşma başlayır. Hər iki komandaya uğurlar. Qeyd edim ki, bu görüşü sizin üçün Qismət Bəyişov şərh edəcək. Fit səsləndirilir. Balaunun zərbəsi və top qapının üstündən keçir. Düşünülmüş ilk zərbə. Son təkrarı. Trikavyan ötürməyi Sana Simon. Resende ilə oynadı. Kefel Resende. Resende ötürməsinidir. Başla zərbə və top meydandan çıxır. Diogo Balau Rossini gördü. Karim Rossi. Rossi'dən ötürmə! Şamaxının hücumu devam edir. Abdullah Rzayev geri oynadı. Apolinario. Yeniden Rzayev. Rzayev'den ötürmə gelir. Başla zərbə. Mikhail Ferzullayev. Küncdən zərbə olacaq. Her şey buradan başladı. Rossi istiqamətlə ötürmə. Rossi'nin ötürməsi də çox yaxşı alındı. Baxır etrafına. Trikoviano. Fit səsləndirilir. Rüfət ötürmə gəlir. Başla zərbə və top qapıdan aralı keçdi. Epizodun təkrarı. Rossi'nin başla zərbəsi o qədər də yaxşı alınmadı. Simon topu irəli vurur. Beremeyev qarşıladı. Diogo Balau. Balau ötürməsinidir Rossi'ye. Rossi'nin zərbəsi. Santos qaydanı pozdu. Zərbə və qapı direği. Gözlənilməz bir zərbə idi. Mumini və top meydandan çıxır. Bərəqə. Göstərilir Emil Mustafayevə. Buysa bir qədər əvvəlki epizod. Rüstəm Əhmədzadə mükəmməl zərbə indirmişdi. Qapı direği onun fərqi. Ötürmə gəlir, zərbə. Top meydandan çıxır. Ramalingom bir qədər riskli ötürmə idi. Emil Mustafayev. Emil sağçına ötürmə. Abduraşid Momini. Momini yerli ötürür. Rüstəm qəbul edir. Rüstəm Əhmədzadə ötürmə ondan gəlir. David Santos. Topu uzaqlaşdırmağa çalışdılar. Ramalingom. Fasilə olacaq. İkinci hissədə yenidən görüşərik. Çok yaxşı müdafiə olunub Şamaxı. Aleksa Yankovic. Vorucovdan ötürmə və Ricardo Fernandes topu tutur. Masaki Murata. Ötürmə. Nadir Orucov istiqamətinə. Nadir yerli oynadı Badolo'ya. Cedric Badolo. Badolo. Dirək. Baxaq təkrara. Badolo əla fırlatdı topu. Və son cəhdə belə deyək, zərbə indirməyi bacardı Cedric Badolo. İrəli ötürmə. Diogo Balau istiqamətinə. Balau. Xəyal Fərzullayev. Futbolçular baş hakim davamdır. Rüfət rəqibindən yayındı. Rüfət Abbasov ötürməsinidir Rossi'ye. Rossi, Karim Rossi. Top qapıdan aralı keçir. Küncdən zərbə. Bu dəfə digər tərəfdən. Ötürmə gəldi. Başla zərbə və gol! Rossi, 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 Karim Rossi! Baxaq təkrara. Əl ötürmə Rüfət Abbasovdan. Başla fərqlənir Karim Rossi. Rəqib müdafiəçilərdən yayınır. Topu uzaq küncə göndərir. Sumqayıt 0, Şamaxı 1, 9. Badolo. Badolo'nun uzaqdan zərbəsi. Top qapıdan aralı keçir. Nadir Orucov. Nadir. Baxır ətrafına. Nadir. Mərkəzə meyilləndi. Ötürməsini etdi Ninkovic'e. Ninkovic'in uzaqdan zərbəsi və Ricardo Fernandes topu tutur. Masaki Murata. Beləliklə baş hakim maçın final fitini səsləndirir. Şamaxı səfərdə vacib 3 xal qazanır. Şirlər Karim Rossi'nin yeganə qolu sayəsində
Sumqayıtı minimal hesabla məğlub etməyi bacarır.